Elnara Abdullayeva deyib ki, ərimin mağazaları var. Onun 10 manatı 100 manatdan bərəkətlidir. Çoxları yazıraq, Elnara Abdullayevanın həyat yoldaşı işləmir, Elnara xanımın hesabına yaşayır. Belə var da, belə fikirlər yürüdürlər. Əməkdar artist Elnara Abdullayeva şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib. Təbii istinad edən Milli.za sənətçi həyat yoldaşı ilə münasibətlərindən danışaraq maraqlı fikirlər səsləndirib. O bildirib ki, qazanc baxımından ailədə daha çox gəlir əldə etsə də, həyat yoldaşının qazandığı pulun bərəkətinə daha çox inanır. Həyat yoldaşımdan çox qazanır, amma onun 10 manatı mənim 100 manatımdan daha bərəkətlidir. Bir dəfə həyat yoldaşım mənə 5 manat pul vermişdi. Rəhmətə getməmişdən öncə. Pendir aldım evə, şur aldım evə, qənd aldım, şirniyyat aldım. Gəldim evə ki, 5 manat elə qalıb da 5 manat elə çörək aldım. Bir dənə zavod çörəyi, bir təndir çörəyi. Yəni demək istəyirəm, doğrudan kişilərin pulları bərəkətli olur. Aman uzun danışdım. İfaçı qeyd edib ki, həyat yoldaşı ailə biznesi ilə məşğuldur və geyim mağazaları fəaliyyət göstərir. Onun sözlərinə görə hər kəsin qazancı fərqlidir və bunu müqayisə etmək doğru deyil. Yazıq kişilərin deyir, hamısı müğənni kimi pul qazana bilmir. Nə qazanırsa mənim üçün kifayətdir. Ayda ondan 10.000 pul istəyə bilmərəm. Doğrudan da bu söhbət deyir, sosial şəbəkədə müzakirəyə səbəb olub. Həqiqətən elədir Elnara xanım. Kişilərin 10 manatı bizim 100 manatımızdan dəyərlidir. Gəlin. Kişiləri qoruyaq. Kişilərin qədrini bilək. Azərbaycan kişilərinin dəyərlidirlər.